Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugünkü oyunumuz Farming Simulator 23. Dostlar, oyunun başında bizə ilk öncə belə bir ev və sahələr verir. Burada xəritədə baxa bilirik. Burada da bir mini xəritəmiz var. Dostlar, oyun bizə əvvəlcədən traktor, kombayn, lazım olan hər şeyi verir. Evimizin yanında bizim belə bir toyuqları saxladığımız ev var. Bu toyuqlardan yumurta götürüb sata bilirik. Bura toyuqlarımızı yemləmək üçün olan bir sahədir. Traktorun arxasına qoşqunu qoşub, yəni buğday, arpa nə olsa gətiririk, qoyuruq bura. Öz avtomatik bunu doldurur. Yəni hal-hazırda toyuqlarımızın vəziyyəti yaxşıdır. Yəni, yemləri var, oyuna da başladığı üçün. Buradan toyuq ala bilirik. Bir toyuğumuz, bir xoruzumuz var. Xoruz alaq. Xoruzu 5 eləyək. Qalanını da toyuq alaq. Məncə 5 dollar alaq. Məncə 5 dollar alaq. Bizi böyüsün. Biz 23 dənə almalıyıq, tam 30 olsun deyə. Toyuğu da aldıq. Buradan biz baxa bilirik toyuqlarımızın vəziyyətinə. Bunun sağlığı 0 göstərir. Bunları da ki orta. Buradan hər şeyimizə baxa bilirik. Xərclədiyimiz pullara, texnikalarımıza. İndi dostlar, burada belə bir şeylər var ki, zavodlar ala bilirik, yağ zavodları ala bilirik. Çox şey var. Bu oyunda çox şey var. Yavaş-yavaş hamısını alarıq, düzəldərik. Biz ilk öncə bir dənə baxaq nəyimiz var, nəyimiz yox. Bizim sahəmiz 3 dənə olmalıdır, səhv eləmirəmsə. Bəli, 1, 2, 3 dənə sahəmiz var. Biz indi baxaq. Bura əkilməlidir. Dostlar, bir də mən baxdığım videolardan belə bir şey başa düşdüm ki, yəni oynayan adamlar. Burada traktorun birini aparıb satmaq lazımdır. Çünki bir dənə göstərim sizə də. Burada belə bir şey var da. Elə bir texnika var ki, burada. Həm əkir, həm səpir, həm də gübrələyir. Biz o üçünü bir yerdə eləyəni almalıyıq, amma onun üçün traktor satmalıyıq. Bizim burada nəyimiz var? Bu həm əkib, həm gübrələyən deyil. Oyunun səsini qatmaq lazım. Elə bura gəlmişəm, bunu da deyim dostlar. Burada oyunun vaxtını azalda bilirik. 10x ən gözəli 10x-dir. Çünki vaxtı çox qoymağın elə də bir mənası yoxdur. Heç bir təsir olmayacaq sizə. Ən gözəli vaxtı az gitsin. Yavaş-yavaş. Bir dənə oyunun səsini azaldaq. Burada da ayarlardan da istədiyiniz kimi hər şeyi düzəldə bilərsiniz. 30-30 yaxşıdır. Buradan dostlar, deməli, indi sahələrdən çıxacaq olan samandır, paletlərdir, onların hamısını burada depolaya bilərik. Bizim əsas məsələmiz buradan gübrə, toxum, belə şeylər ala bilirik. Biz bunu ala bilmirik, gübrə, toxum ala bilmirik. Ona görə də biz indi gedirik. Bu traktordan yox. Bundan yox. Burada bizim bir traktorumuz var, onun o zəif traktordur. Bunun arxasındakı da onsuz lazımsızdır bizə. İkisini bir yerdə satacağıq.
Bu ikisini bir yerdə satıb, oradan biz indi gedək, orada göstərəcəm sizə. Buradır dostlar. Texnika, traktor satdığımız yer buralardır. Bunu saxlayırıq burada. Düşürük bura. 97 min bunun qiyməti var, 10 min də bunun qiyməti var. İkisini də satırıq. Bunu da sat. 207 min pulumuz oldu. İndi buradan bir dənə biz texnikanı alırıq. Məcbur ki, bir dənə traktor gedib götürüb gələk oradan. Deməli dostlar, o hardaydı? Burada. Bu 109 min olan alırıq. 109 min olan alırıq. Bu 3 işi bir yerdə görür. Allah. Tamam. Texnikamız burada. Biz bir dənə maşını dəyişək. Burada. Bunun arxasını ayıraq. Keçək. Gedirik. Təzə texnikamız. Gedək bunu dolduraq. Ən əsası gedək bunu dolduraq. Ekrana heç dəfə tıklayanda kamera görünüşünü dəyişib maşının traktorun içində göstərir. Yəni, arxada nəsə qoşqu olanda belə baxmaq daha yaxşı. Qabağı tam denk görmür. Bura dostlar bizim depomuz kimi bir yerdir. Yığdığımız taxılları bu ambarda yığa bilirik. Sonra taxıllar əsasən bizim burada yığmaq lazımdır ki, toyuqlarımızın zadının yemi olsun. Deməli dostlar, suni gübrə, hələlik bir dənə suni gübrə. Suni gübrə bahadır. Gübrəmiz doldu. Toxum. Toxumla toxumu götürürük. Toxumlar da yığılsın. Yəni bir şey yoxlamaq istəyirəm. Biz birbaşa bunu qoşsaq, bu sahəni həm şumlayır, həm əkə bilir də. Yəni yanında qalırsa. Biz görə bildik mi? Biraz. Biz özümüz əkməyəcəyik. Aha. Qəşəng. Gübrələndi. Buğday əkilir. İndi bizim burada biçilməli 2 dənə sahəmiz var. İndi kombaynımızı götürək. Verdik 15 liradan. İşçilərin hamısı gündəlik maaşıdır. Bu yığsın. Həm də taxılımız olsun biraz. Burada əkilir. O zavod, yağ zavodu haradaydı? Bunlar taxıl silosu, bunlar heç bunlar bizimkilərdir. Bura market idi. O yağ zavodu. Yəni taxılmandıra. Burası süd məhsulları yeridir. Bura araç mağazasıdır. Şəkər, yağ dəyirməni. Biz bura.
Biz bura getməliyik. Beşqal, yox, ayağına gedəməliyik. Boşqalar. Bu binayı buradan satın alabilirsiniz. Satın alaq, 12 min pulumuz var. Məncə alaq. Aldıq. Deməli. Hər iki seviçkiyə yağı verir, kanola yağı, zeytinə də zeytin. Bizim hələlik ki, seviçka ilə işimiz olacaq. Tamam. Biz bunları da marketdə satacağıq. Gedirik bir də sahəmizə. Orada başlayacaq. Orada sahədə işləyir, onların maaşları verilir. Buraları bitirsin. Geçişleyebiliriz. Hələ üçüncü sırada. Bu demək olar ki bitirir. Arada sonra 4 sırası var. Bu 4 sırasını bitirsin. Bunu göndərək. Onda şuna baxan. Bizim əslində başqa, amma yox, gübrəsiz verilir. Gübrəsiz versək. Çünki burada varımızdır bir dənə. Sərfən. Amma gübrəsiz də vermək istəmirəm. Amma ortalıqda qalmasın. Aparaq qoyaq yerinə. Ortalıqda qalmasın. Şimdi sizin boşta geldi mi? Güzel, bunlar boş olanlar hep. Ama bence yok. Biz bunların yemin olub olmadığını hardan baxırıq? Buradan baxırdıq deyəsən. Hə, axır bilgisi. Qəşəng. Şöyle. Tahıl doludur. Üretimlərimizdə rəsmimiz yoxdur. Statika heç. Bizim hələlik bir işimiz qalmadı. Bir dənə gözləyib burada bitirsinlər. Bir xəttin mi qaldı sənin? 2 xətti qalıb bunlar. Burada göstərir də, şurada göstərir. Yabani ot sürülməsi gerekirdir. Burada ama göstərir. Bitirdi. Qəşəng.
Sen güne bakan. Niye güne bakan budur? Kanal alımlar da ondan da. Bir tane buranın sıkıntı. Ne yazık oldu. Kanola. Ayıp yok, onda kanola yapın. Ayıp yok, kanola. Kanola ise kanola yazsın. Problem değil. Əsas yağ olsun. Yağın hamısı qəşəng keyfiyyətli, gəlirlidir. Biz nə əkdik? Burada əkdik biz deməli kanola yağ üçün. Burada bizim buğdayımız var. Buradakı müəllim neynədir? Burada deyəsən birsiz qalır. Yox, bir xəttdən çox. 4 dənə. 4 xətti qalıb burada. Nəysə. Burada qəşəng oldu bura buğda. Bax, bunda gəldik məsələyə. Yardımcı taxıl tankını doldurur. Bu nə deməkdir? Kombaynın özünün şey olur da, elə bil taxılı yığdığı bir hövzəsi olur. O hövzə dolanda onu gəlib boşaltmaq lazımdır. Onun üçün də burada bizim belə bir qoşqumuz var. Onun üçün bunu götürmək lazımdır. Kaldırır. İnşallah yalan yere tökülmür. Ama bence yok. Şimdi biz neyleyirik? Bunu aparırıq. Özümüzün ambarımıza baş. Sata da bilərik. Bunu aparıb sata da bilərik. Ama hələ ki hərəkət edilmir. Sadece buradan önce doldur. Çoxsan ki bir dəfə yenə gedək dolduraq çəksin onu. Oraya tam dolubsa yardımcı et var. Yardımcı et. Evet, bunu aparaq böyle verebilirim. Orada çeşini bitirsin, burada yine kanala. Kanal açmayın, kanalı yavaş. Böyle ne kadar kullanalım. Ayaklardan da şey hala şimdi bunu deyip yine doldurduk. Doluymuş. Kalan da bırak yine
Bura qoy üstə. Ve akşam oldu. Burada bizim dostlar evimiz var yatmak için. Yatanda saat neçə saat yatacağımız özümüz seçirik. 5, 8, 9 saat kadar. Yəni köməyi effekti nədir hələ ki dəqiq bilmirəm. Da burada niyə yumurta yığılmış? Deməli vəziyyət də yaxşıdır, etkinlik hamısı 100%. Yəqin ki gələr. Birdən yataq saat biraz tez irəli getsin. 9. Ya. Sentyabr ayındayıq. Qış gəlir, qışın necə bir təsir var onu mən də bilmirəm heç. Qış gəlsin görək. Sən işlə. Bunu geri gətirək yerini. Biz buradan boşluğumuzu dolduraq. Üçlərə baxaq. Bəs satış sınırları yapılır. Neyse o sonra tapar, o sonra təmin edir. Yəni bizim o birisi neylədir? Axırlıq xəttini işləyir. Axırlıq xəttini işləyir. Hal-halda axırlıq xəttini işləyir. Axırıncı xəttini işlə. Mən bu tərəfi də təkib gəlmək lazımdır. Çünki gələn bölümümüzə kanola hazır olsun. Ondan öncə araçlarımızı yaxın doldurabilirsiniz. Hayır. Bir göre var mı ya? Güzel. Doldu. 3 dolmuş. Sen bitirmedin işini. Bu en hızlarına gider ya. Buradan da bakalım. Bu arada dostlar gördüğünüz gibi buralar texnikalarımız kirlənebilir. Xəritədə də maşın yumaq üçün yer var. Gedib maşınımızı yuya bilərik. Haradır bir də burada. Yəni hələ ki sonra iş. Yəni bu işin ehtiyacsın. Bu son hafta 8 dolar bu ne farkı var? Yoksa sen çalışmaya getirdiğine göre ben seni
Sonraq nə gübrə bitir, nə toxum. Sən arxada düşsən. Açdıq növbəni. Sən verdi işçiyə işlə. Keçək. Ortaya çevirmirik. Gələn bölümdə dostlar, burada buğdayımız var. Buğdayımızı çıxardırıq, biçirik, aparıb satırıq. Orada kanola əkirik üçün sahə. Onları qəşəng biçirik. Yağ eləyə bilir, sata bilsək yağ eləyib satırıq. Gələn bölümə bir xeyli işimiz var. Bu videomu burada sonlandıraq. Qalan işlərimizi gələn bölümdə görürük. Sağ olun. Gələn videolarda görüşürük.